Bakının Suraxanı rayonunda 1971-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə xəsarət yetirib. Hadisə bu ilin fevralın 3-də Yeni Suraxanı qəsəbəsində baş verib. Bakı şəhər sakini Murad həmin gün saat 6:00-da Nərminin yaşadığı evin qarşısına gedib və boşanmaq ərəfəsində olduğu həyat yoldaşı ilə danışaraq barışmaq istədiyini bildirib. Nərmin barışmaq istəmədiyini dediyindən əsəbləşib və əli ilə qəsdən onun baş nahiyəsinə bir neçə dəfə vurub, onun baş beyin silkələnməsi ilə müşahidə olunan xəsarətlər yetirib. Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Nərmin ilə 2010-cu ildə ailə həyatı qurub və birgə nikahlarından 3 övladları var. Hadisə baş verən vaxtlar Nərminə ilə xasiyyətlərimiz uyğun gəlmədiyini, mənim evə maddi yardım göstərmədiyimi dedi, boşanmaq istədiyini bildirdi. Mən də bu təkliflə razılıq vermədim. Sonradan Nərmin boşanmağımız üçün məhkəməyə müraciət etdi və Yeni Suraxanı qəsəbəsi Göl küçəsində yaşayan bacısının evinə getdi, deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, fevralın 3-də saat 6 radələrində həyat yoldaşının bacısı ilə birlikdə yaşadığı evin qarşısına gedib və həyat yoldaşına gözləyib ki, onu məhkəmədən boşanmaq barədə ərizəsini geri götürməsinə razı salsın. Söhbət edərək yol üstü keçiddə qədər birlikdə getdim. Orada Nərminin kənara çəkmək üçün qolundan tutdum və keçiddə bir müddət söhbət etdik. Nərmin mənimlə barışmaq istəmədiyini, avtobusa gecikdiyini bildirdi. Nərminə barışmaq istəmədiyini gördüm, onun çiynindən yüngül vuraraq getməsini dedim, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt yanlarında heç kim olmayıb, yalnız Nərmin ilə özü olub. Mən Nərminə xəsarət yetirməmişəm, Nərminin yanına görüş üçün getdiyim üçün onun bədən üzərində xəsarətlərin olduğunu da görməmişəm. Nərminin qolundan tutub söhbət etmək üçün kənara çəkmişəm. Həmin vaxt Nərminin gövdə hissəsi cırılıb, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə son zamanlar Muradla xasiyyətləri uyğun gəlmədiyini, onun evə maddi köməklik etmədiyi və münasibətlərinin soyuduğunu görərək boşanmaq qərarına gəlib. Lakin Murad mənimlə boşanmaq istəmədiyini bildirdi. Boşanmaq üçün məhkəməyə müraciət edərək müvəqqəti bacımın yaşadığı evə getdim. Orada bacım ilə qalmağa başladım. Hazırda rəsmi olaraq boşanmışıq. Mən Murad 1-ci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib, deyə zərərçəkmiş şəxs ifadəsində göstərib. Zərərçəkmiş bildirib ki, fevralın 3-də saat 6 radəyə evdən çıxıb və işə getmək istəyərkən küçədə Muradın dayandığını görüb. Bu zaman Murad yaxınlaşaraq alimentdən imtina etməyimi tələb etdi. Muradın təklifindən imtina edərək yoluma davam etmək istədim. Murad qolumdan tutaraq əlləri ilə baş nahiyəmdən dəfələrlə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Murad isə bundan sonra oradan getdi. Mən də işə getdim. Axşam işdən qayıdan zaman isə Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinə müraciət etdim və Muraddan şikayət etdim, deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Suraxanı rayon məhkəməsində baxılıb, məhkəmənin hökmündə göstərilib ki, zərərçəkmiş təqsirli şəxsə qarşı şikayətini geri götürüb və onunla barışıb. Bu səbəbdən Muradın barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən olan cinayət işinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.